Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şaxdağda 1 metr 24 sm, Qrızda 34 sm, Xınalıqda 22, Qusarda isə 3 sm təşkil edir. Bakıda və Abşeron yarımadasında aprelin 5-də və 6-sında düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir. Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir. İntensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri, o cümlədən su çəkmə və kömək ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.